bəziləri elə yanaşır ki, bu məsələ eşiləndə ki, hakimə qarşı çıxmaq olmaz. Bəziləri dərhal fikirləşir ki, bu deyəsən hakimin adamıdır. Və eşidirik. Və ya bu, deməli, hakimin partiyasındadır, hizbindədir. Və ya məsələn, hakim buna deyəsən nəsə verib. Yəni, o dar düşüncəli insanlardır. Dar düşüncəli. Hətta, məsələn, deyəndə hakimə qarşı çıxma olmaz. Deyirlər, bu işləyir. Bu işləyir. Məsələn, adi, özünüz görürsünüz də. Qıraqdan danışmırıq, bizimlə səhvdə deyənlər, məsələn, adildir və s. Onlar deyirlər ki, göy ki, mən işləyirəm. Onlar işləmir, ancaq mənəm işləyən. Mən də deyirəm ki, kim mənim barədə deyir ki, mən işləyirəm, deməli, o da işləyir. Ne üçün? Deməli, səhər-səhər səhvdə dayananda, deməli, görüb də məni. Və ya Urus dilində desə, stroyda dayananda, səhər stroyunda dayananda, deməli, o məni görüb ki, mən də stroydayam ona görə. Belə, bu elm tələbəsi əgər belə şey deyirsə, təsəvvürlə, avam sıravı kütlə nə deyir, nə danışır? İxtilaf ediblər, zvaniyam nədir? Bəzilər kapitan deyib, bəzilər deyib, mayor, bəzilər polkovnik. Mən də qulaq asıb gülürəm, deyirəm, bu nədir, dəlidilər, bunlar çatışmır, bağışlayın mənə. Yəni, təsəvvürləyin, gör necə səviyyə, nə səviyyədədirlər insanlar. Deyirsən, hakimə qarşı çıxmaq olmaz. Bunun sonu ölümdür, bunun sonu qandır, bunun sonu bədbəxtçilikdir. Bu İslam deyil. Sən qabağında, elhamdülillah, dinimiz bizə gözəl yollar qoyub bizə. Allahın dini yaymaq. Sən bundan çəkin, başda. Sənə aid olmayan məsələləri qarışmaq və onun nəticəsində insanları ittiham elə, zənnən, hansı ki, qiyamət günü cavab verəcək hər kəs. Əgər bu elm tələbəsi bu gündədirsə və təsəvvürlə sınavı nə gündədir? Bu da adamı təsirləyən, Allah şəfa versin. Təbii ki, bu psixoloji problemlərdən irəli gələn şeydir. Yəni, normal ağıl sahibi elə deməz. Hələ qalsa hamısını onda ittiham bilərik biz, kimə gəldi. Görsən ki, mən bunu qaytaram, psixoloji xəstə insanlar da olar. Ona görə, qardaşlar, yəni bu məsələlər ciddi məsələlərdir, ehtiyatlı olun, söz deyəndə, hərəkət eləyəndə, elm öyrənin, şəriət öyrənin, İslamı öyrənin, hər şey aydın olacaq.